Allah heç vaxt ölməz. Allah heç vaxt öz seçilmiş xalqını hidayətsiz buraxmaz. Allah həmişə mövcud olacaq və Musa öldükdən sonra yeni canişin təyin edəcək. Nun oğlu Yuşa. Allah Musaya verdiyi hər şeyi Yuşaya verəcək. Mən səninlə olacağam. Səni heç vaxt tərk etməyəcəyəm. Səni heç vaxt tənha qoymayacağam. Bu Allahın vədidir. Allah bizi heç vaxt tərk etməyəcək. Bizi heç vaxt unudub getməyəcək. Əslində Allahın nümayəndəsinin mövcud olmadığı, ölü bir din deyə bir şey yoxdur. Cəsur və qüvvətli ol. Çünki sən bu xalqı mənim atalarına and içib vəd etdiyim diyara aparıb varis edəcəksən. Və burada 3 təsvir görürük. Yuxarı sol küncdə Musanın əli ilə Nun oğlu Yuşanın təyin olunmasını göstərən gözəl bir rəsm var. Bu necə də xristian rəsminə oxşayır. Burada İsa Məsihin qarşısında diz çökən Simon Peter təyin olunur və İsa'dan göylərin və yerin açarlarını, ilahi vilayəti alır və Yahudi rəsmi